Salam, hər vaxt xeyir olsun. Özünüz təqdim edərdiniz. Hər vaxtınız xeyir olsun. Elnarə Qəribova. Toplamda neçə ölkədə olmusunuz? Bura gələndə saymağa başladım. Hardasa 48-də, belə 47-də qaldım. Səyahət etdiyiniz ölkələr arasında sizə ən maraqlı, qeyri-adi gələn hansı idi? Son bir il götürsək, Hindistan olub və Yaponiya olub. Elnarə xanım, bu qədər ölkəyə necə çatdırıb səyahət edə bilirsiniz? Və bu səyahətlər sizə nə qatır? Bir ölkədə bir neçə dəfə olmuşam, amma bu işlə bağlı olduğuna görə mən həmin ölkədə hətta səyahət etmişəm belə deyə bilmirəm. Çünki səhərdən axşama konferensiya, seminar, işlə bağlı görüşlər və ancaq şəhəri belə deyək, müəyyən axşam görüntüləri əsasında görə bilirdim. Və ona görə mən daha sonra özüm üçün bir proqram qurdum ki, mən bu ölkələrdə təkrar özüm səyahət etməliyəm. Növbəti ölkə hara getməyi planlaşdırırsınız? Mən heç vaxt növbəti ölkəmi açıqlamıram. Açıqlamırsınız. Amma çox maraqlı bir ölkə olacaq. Çünki bu mənim üçün, bu səyahət mənim üçün son 15 ildə planladığım bir səyahətdir və bu səyahət sadəcə olaraq bir səyahət deyil. Mən bir neçə dəfə cəhd etmişəm o ölkəyə getməyə, amma başqa həmin coğrafiyada baş verən proseslərlə bağlı gedə bilmirdim. Amma çox ümid edirəm ki, bu il alınacaq.